həmd Allaha məxsusdur. Özündən sonra Peyğəmbər olmayan Muhammed Peyğəmbərə Allahın salavatı və salamı olsun. Allah onun ailəsindən və sahabələrindən razı olsun. Quran-ı Kərimdən şəriətə uyğun olmayan şəkildə bərəkət olmağın müxtəlif formaları vardır. Bu formalardan biri də Quran ayələrini divarlardan asmaq və ya divarlara yazmaqdır. İstər bunu təbarruk, xeyir, bərəkət əldə etmək məqsədi ilə, istərsə də başqa məqsədlərlə etsinlər. Sələf alimlərdən bir qrupu Quran aid ədəblərdən bəhs edərkən məscidlərin və divarların və buna bənzər əşyaların, geyimlərin üzərinə Quran ayələrini yazılmasını ümumi şəkildə haram, qadağan olunan əməl hesab etmişlər. Bu videoda sizlərə divarların üzərinə Quran yazılmasının haram, qadağan olduğunu bildirən bəzi imam və alimlərin sözlərini qeyd edəcəyim. Həmin imamlardan biri İmam Əl-Qurtubi, Allah ona rəhmət etsin, o təfsirində belə demişdi. Qurana göstərilən ehtiramdandır ki, yerə və yaxud divarlara yazılmasın. Necə ki buna sonradan tikilmiş bəzi məscidlərdə rast gəlinir. Sonra isə İmam Əl-Qurtubi Muhammed ibn Əz-Zubeyrdən belə nəqlidir. Ömər ibn Abdüləziz oğlanlardan birinin divara Quran yazdığını gördü və buna görə onu cəzalandırdı. Həmçinin İmam Ən-Nəvavi, Allah onu rəhmət etsin, buyurur. Məzhəbimizə görə, yəni rəyimizə görə divarların və paltarların üzərinə Quran və Allahın adlarını yazmaq qadağandır. O başqa bir yerdə belə deyir. Quranı murdar bir işlə yazmaq icazəli deyil. Bizim rəyimizə görə onu divarlara yazmaq da qadağandır. İmam Ən-Nəvavi bu hökmü yalnız məscid divarlarına aid etməmiş, əksinə Ravdatut Talibin kitabında belə demişdi. Quran divarları yazmaq, istər məscidin divarları olsun, istərsə də başqa bir yerin divarı qadağandır. Bu görüşü İmam Əs-Suyuti də dəstəkləmiş və belə demişdi. Alimlərimiz demişlər ki, Quran divarları yazmaq məkruhdur, tavanlara, damlara yazmaq isə daha da şiddətlidir. Həmçinin İbn-i Müfləh, Allah ona rəhmət etsin, belə demişdi. Əbul-Məali dedi, dirhəmlər, gümüş pullar zərb edilərkən onların üzərinə Quran yazılması qadağandır. Şeyx Mənsur Əl-Buhuti belə buyurmuşdu. Dirhəm və dinarın üzərinə Quran yazmaq məkruhdur. Sonra isə İbn Abidin, Allah ona rəhmət etsin, belə buyurdu. Quran ayələrinin və Allahın adlarının, dirhəmlərin, mihrabların, divarların və yerə sərilən əşyaların üzərinə yazılması qadağandır. Allah daha doğrusunu bilir. Beləliklə, bu məsələdə bir sıra elm əhlinin sözlərini nəql etdim ki, bəyan edim, 4 məzhəbin alimləri Quranın divarlara və ya ona bənzər yerlərə yazılmasını qadağan etmişlər. Şübhəsiz ki, daha doğru və daha üstün olan rəy budur. Alimlərin qeyd etdiyi kimi, bunda haqdan azmağı səbəb olduğu üçün bəzi elm əhli buna əsaslanaraq bu cür əməllərin cazil olmadığını açıqlamışlar. Bu əməl Quranın nazil edilmə məqsədindən uzaqlaşmağa səbəb olur. Halbuki, Quran insanlara hidayət və gözəl nəsihət olmaq üçün nazil edilmişdir. Bundan əlavə, bu əməl Peyğəmbərin sallallahu aleyhi və səlləm və onun doğru yol üzərində olan raşidi xəlifələrin yoluna ziddir. Onlar belə etməmişlər. Xeyir, bütünlüklə onların yoluna tabi olmaqdadır. Sonradan dinə daxil edilən yenilikləri də deyil. Alimlər həmçinin qeyd etmişlər ki, Quranı parçaların və ya müxtəlif əşyaların üzərinə yazılması bəzən onu ticarəti canlandırmaq və malın qiymətini artırmaq məqsədinə, vasitəsinə çevirir. Elə olur ki, adi parça çox ucuz qiymətədir. Lakin üzərinə Quran yazıldıqda daha baha satılır. Halbuki Allah Quran-ı Kərimi insanların ticarətini artırmaq və mallarının qiymətini yüksəlmək üçün nazil etməmişdir. Bu deyilənlər insanların istifadə etdiyi bəzi parçaların və əşyaların üzərinə Quran yazılması ilə bağlıdır. Allahdan istəyirəm ki, sizin hər birinizə bərəkət versin.